Videoda kargo haqqında danışdım. Bu gün inşallah növbəti sifarişimizi Mərdəkana yola salacağıq. Misal üçün, hal-hazırda əlimdəki məhsulun qiyməti 20 manat idi. Amma Mərdəkana biz bu məhsulu taksi ilə bu gün göndərəsi olsaydıq, minimum 27 manat, 30 manat, bəlkə də 30 manatdan daha yuxarı taksi pulu olacaqdı. Amma biz cəmi 5 manata bu gün bu məhsulu inşallah Mərdəkana yola, Mərdəkandakı olan o kargonun filialına yola salacağıq. Sadəcə bir məsələni müştərilərə nəzərə çatdırım ki, bəzi müştərilər var ki, kargodan istifadə eləməyiblər indiyə qədər, yəni bu normal haldır. Kargo bir gün ərzində, yəni həmən məhsulu çatdırmır. Normalda kargo 2 gün qeyd edir, 48 iş saatı ərzində deyir, amma çox vaxtı yubanmalar olur, 3 gün, 4 gün, maksimum bir həftəyə qədər yəni yubanma ola bilər, amma bu çox nadirən olur, yəni bu qədər yubanma. Normalda 3-4 günə məhsul Bakıdakı filiallara yəni çatdırılır. Sizin də əgər xırda həcmli sınmayan sifarişləriniz varsa, manqal aksesuarları olsun, yəni kürə peçinə aid olan aksesuarlar olsun, təndir aid olan aksesuarlar olsun, hansı ki Instagram səhifəmizin YouTube kanalında paylaşırıq. Həmin aksesuarlardan 5 kiloqrama qədər olan yükləri cəmi 5 manata Bakının müxtəlif yerlərinə, hardasa bir 30-a yaxın Bakıda filial var, həmin filiallara, həmçinin əksər rayonlara çatdırılma edə bilirik. Yəni sifarişi olanlar hatta əlaqə nömrəmiz qeyd olunacaq, zəng edə və ya WhatsApp-a yazıb öz sifarişini verə bilər.